Salam əziz şagirdlər, indi isə sənin kimi olacağam dərsinin ikinci hissəsinə başlayırıq. Uşaqlar, mətnindən də yadınızdadırsa, mətnin sonunda ata müəlliməni görəndə siz deyə duruxdu və bu ifadədəki durğu işarələrinin funksiyasını izah edin. Görürsünüz ki, siz sözündən sonra sual işarəsi qoyulub və 3 nöqtə var. Burada ata fikrini bitirə bilmədi. Çünki o həyəcanlı idi. Sizcə ata nə demək istəyirdi? Olanlar yadına düşdü və həyəcanından cümləsini bitirə bilmədi. Onun cümləsini isə müəllim bitirdi. Bəli, mən oğlunuzun müəlliməsiyəm. Növbəti tapşırığımıza diqqətlə baxaq. Mətndən aşağıdakı cümlələri bir daha oxuyun. Sizcə bu cümlələrlə müəllif oxucuya hansı fikri çatdırmaq istəyir? Atanın iştahı nədənsə kəsildi. Artıq oğlunun söhbətinə qulaq asmaq istəmirdi. Ata zorla gülümsədi. Mətnin o hissəsini xatırlayırsınızsa, uşaqlar, süfrə arxasında yazdığı essedə atasının fədakarlığından söhbət gedirdi və o atasının boynunu qucaqlayıb, ata, mən də sənin kimi olacağam deyəndə atanın bütün iştahı kəsildi. Uşaqlar, iştahı kəsilmək sözünə diqqət edək. Demək, bədii detal işlənmişdir bu hissədə uşaqlar. Bədii detal obrazın xarakterinin, ruhi vəziyyətinin daha dərindən açılmasına xidmət edən cizgidir, davranışdır. Biz obrazların xarakterlərini bədii detallara görə də aydınlaşdıra bilirik. Burada da iştahı kəsilmək deyəndə ata yeməyini yemədi. Yəni onun durumu, vəziyyəti dəyişdi. Söhbət ona təsir etdi, ona görə də ata yeməyə davam etmədi. İştahın kəsilməyi mütləq elə bir hadisə baş verir ki, yəni bu nə yorğunluqdan deyil, nə yeməyi bəyənməməkdən deyil, həmin insanın həyəcanından, onun keçirdiyi ruhi vəziyyətdən asılı idi. Ata təsirləndiyi üçün artıq yeməyə davam etmirdi. Növbəti tapşırığımıza baxaq. Sizcə hekayənin baş qəhrəmanı kimdir? Nə üçün məhz bu obrazı baş qəhrəman hesab edirsiniz? Yəqin ki, hər biriniz əsaslandıracaqsınız ki, oğlan, yəni şagird bizim baş qəhrəman sayılır. Çünki hadisələr onun ətrafında baş verir. Və digərinizi deyə bilərsiniz ki, mətnimizin məzmununda biz atanın fədakarlığını görürük. Oğlunun essesinə görə onun xarakterinin dəyişdiyini görürük. Yəni, hər iki halda da düzgün hesab olunur. Oğlan da, ata da bizim hekayəmizin baş qəhrəmanı sayıla bilər. Fikirlərinizi bu şəkildə əsaslandıra bilərsiniz. Növbəti tapşırığımız, hekayədə ata obrazında baş verən dəyişikliyi şərh edin, onun dəyişməsinə səbəb olan hadisə haqqında danışın. Uşaqlar, belə düşünürük ki, ata oğlunun essesini yazana qədər fədakar bir insan deyildi. Çünki o, xəstələrdən pul almamış, əməliyyatın pulu köçürülməmiş, xəstəni ağır vəziyyətdə qoyub işinə davam edirmiş. Amma oğlunun essesində isə o, atasını o qədər gözəl təsvir etdi ki, atasının fədakarlığı, atasının insanlara qarşı olan xeyirxahlığından söhbət açdığı üçün ata utandı və oğlunun o saf hissləri qarşısında ata öz xarakterini dəyişməyə özünü məcbur etdi və o oğluna görə xarakterini dəyişdi. Sağ olun əziz şagirdlər, gələn dərsimizə qədər.